Məlum olduğu kimi, Azərbaycanda həqiqi hərbi xidmət keçmədə son yaş həddi 35-dən 30 ay endirilib. Yeni Sabah az məlumat verir ki, buna baxmayaraq 30 yaşı keçənlərə hərbi xidmətlə bağlı mesaj gəlməsi insanlar arasında bir qədər çaşqınlıq yaradıb. Buna səbəb isə mesajlarda çağırışın səbəbinin qeyd edilməməsidir. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti daha öncə mesajlara aydınlıq gətirsə də, məsələnin daha sadə dildə izahatına ehtiyac yaranıb. Mövzu ilə bağlı ölkə ASA danışan Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, bu 30 yaşı tamam olan ehtiyata buraxılan şəxslərin sağlamlıq durumunu öyrənmək məqsədi daşıyır. Yaşı 30 il keçmiş və hərbi xidmətə yararsız olan, daha doğrusu dinc dövrdə müddətli həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı olanlara SMS gəlib. Bu SMS ona görə göndərilib ki, onlar sonuncu dəfə həkim komissiyasından keçirilir və ehtiyata buraxılırlar. Ehtiyata buraxıldıqda onların sağlamlıq statusları müəyyən edilməlidir ki, sabah onlar ehtiyatda olmaqlarına baxmayaraq yenidən lazım olsalar, bilinsin ki, bu şəxslər xidmətə yararlıdır, yararsızdır və ya məhdud yararlıdırlar. Yəni, yaşı 30 il keçənlərə SMS göndərilməsinin səbəbi onların ehtiyata buraxılması üçün sonuncu dəfə həkim müayinəsinə cəlb edilməsidir. Ehtiyata buraxılarkən onların sağlamlıq durumu müəyyən olunmalıdır. Həqiqi hərbi xidmət yaşının 30 salınmasından sonra bəziləri üçün qaranlıq qalan başqa bir məsələ isə mətbuatda yer alan məlumatlarda müddətli həqiqi hərbi xidmətdə olmağın son yaş həddinin 31,5 yaş göstərilməsidir. Əhali arasında həqiqi hərbi xidmət keçmədə son yaş həddi ilə hərbi xidmətdə olmağın son yaş həddi anlayışlarını səy salıblar. Sədrəddinov bu məsələyə də aydınlıq gətirib. Çağırış ayına qədər 30 yaşı tamam olan şəxslər çağırış hər 3 aydan bir olur, əskərliyə getmir. Çünki onun 30 yaşı artıq tamam olub. Əgər şəxs 30 yaşı tamam olan ildə əskərliyə gedirsə, orta təhsillidirsə, o 31,5 yaşda, ali təhsillidirsə, 31 yaşında tərxis olacaq. Əvvəllər həqiqi hərbi xidmət keçmənin son yaş həddi 5 idi. Yəni 35 yaşa qədər hərbi xidmətə çağırılırsa və orta təhsillidirsə, 36,5 yaşında tərxis olurdu.